Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində evdə güclü partlayış olub. Doğru Xəbər Azərbaycan reporta istinadən xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb. Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihat Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Baş vermiş faktla bağlı araşdırma aparılır. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib ki, Bakı şəhəri Suraxanı rayonunda ümumi sahəsi 200 kvadrat metr, hər mərtəbəsi 100 kvadrat metr olan 2 mərtəbəli 4 otaqlı evin spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyidi yanğın söndürənlər tərəfindən aşkar edilərək aidiyyatı üzrə təhvil verilib, daha bir nəfər yanıq xəsarətləri alıb. Yanğın tamamilə söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub deyə məlumatda bildirilir.